Dostlar, necəsiz demək, tər su içindəyik, baxın, tər axır. Çünki Qarqamel var burada, onun qapısını döyüb qaçmışıq, baxın. Bu qaqaşla mən. Demək, döymüşük. Döymək deyəndə ki, belə yerdən daş tapdıq, atdıq qapısına belə qaçdıq. Allah, bir dənə aksiyon yaşayırıq. Ay, qaçmışıq, düşdük bulvara. Bulvara necə gəlib çatdıq bilmədik. Ondan sonra da söhbət eləyirik, qorxa-qorxa, ürəyimiz dayana-dayana, dup-dup, döyünə-döyünə. Qalxdıq deyilə bura. O aşağı var ya, ən aşağı. Ən aşağıdan qalxırıq burada. Ən aşağıdan qalxmışıq buralar. Ən aşağıdan qalxmışıq buraya. Özümüz də bilmirik ki, necə qalxmışıq. İndi güclə şey eləmişik. Ondan özümüzü qırmışıq. Yəni də. Hə, uşaqlar. Demək. Sizə bir dənə hekayə danışım. Mən o götürdüm. Hə, uşaqlar. Mən biraz 200 il bundan qabaq olar da. Uşaqlar 15 uşaqlarla yığılmışıq. Bütün bayılda qalır. Təbii. Bayılın 5% uşaqları yığılışıb da. Ondan sonra da götürmüşük bir dənə qaqaş var bizə rəsus. Tez qaçandı, bəş qaçandı. Götürüb qapıya döyürüm, biraz problem çıxdı qaldı. Hə, uşaqlar bu prosta kasoydu, çalaq da ona görə. Mən deyirsən ha? Hə, zor deyirsən. Hə, uşaqlar. Ateş danışda biraz ürəyim də. Qapına bir dənə bu boyda daş atıb. Sonra da hamımız qaçırıq da. Orada Qarqamel deyil o. Yox hə, oxşamır. Hıpla. Danışırıq. Sonra da bir də görür qapıya tıqqıldan səsi gəlir ha, açılır qapı. Qapının tıqqıldaq səsi gəlir. Sonra da deyir ki, ay bula gəlin ya bura cındırlaşsan, indi göstərəcəm mən qapıya qaçmaq nədir. Qapıya daş atıb qaçmaq daha doğrusu. Hə, biraz söz danış qadın, ürəyim çəkildi. Ondan sonra da mən prosta qorxmam, ona görə belə dalqaya kimi danışıram. Hə. Allaha demək onun Allaha demək onun davamı da elə olub. Davamı elə də olub Danış ki, bir biz dənə. qaçırıq. Mənim bir dənə binam var, mən qalan yerdə də, o tərəflərdə. O tərəflərdə qalıram. Orada maşının içində qalsın. Bina var, blokda girirsən ora. Orada gizlənmişəm, ən yuxarı getmişəm. Ən yuxarı deyəndə ortaya getmişəm də, 6 mərtəbəlidir. O 3-cü mərtəbəyə getmişəm. Yəni 4 mərtəbə buradan görsəniz, 2 mərtəbədə o tərəfdən də. Bütün bina o tərəfdən görsəniz. Hə, qaçıram. Bir də görürəm uşaqları görürük, qışqıra qaçırlar. Həm də Qarqamel taxta, əlində bir dənə taxta, çırpalar olur Minecraftda. Onunla qaçır uşaqların üstünə. Mən də çıxıb baxıram arxada. Bir də görürəm bunlar qaçırlar düz. Buraya kimi qaçmışdılar da, buranı çək. Buraya kimi qaçmışdılar da. Ondan sonra da mən də uşaqları gördüm. Zən vurdum uşaqları, döyüşü uşaqlardan burada düz burada yığışdıq hamımız. Bir də gördük Qarqamel oradan çıxır. Biz də qoymuşuq buradan düz yuxarı. Ondan sonra da Qarqamel getdi evinə. Bizə axırda belə elədi. Demək, belə yavaş danışmağın da şey oldu ki, biz həm adamları keçirdə rahat deyil, həm yəni qorxu bir tərəfdən, adrenalin bir tərəfdən adamın ürəyini falan dağıdır da. Ya indi bir dənə qorxuruq da qanam. Qaçdıq demək Qarqameldən rahat yer tapdıq. Yəqin buranı tanımaz da. Babat yer tapdıq da demək. Çox zor yer tapmışıq. Deyə oturmuşuq burada. Çox babat yerdir də. Aha, salamlar demək, burada 2 tərəf var belə, yəni bir bu yoldur, bir bu yoldur. Bura 4 yoldur yəni. Burada hər tərəfdən çıxa bilər Qarqamel. Yuxarıdan inanmıram da çıxsın. Fərux yadında bir də uşaq. Bu arada adımızı deməmişik. Mən Maqayam, Maquş, bu da Fərux. Demək, hə. Mən bir daha hekayə danışım da demək. Maqa sən də qulaq, sən eşitməmisən bunu. Allah demək, bir gün bu yerdə damına daş atırdıq da, qapısını döymürdük, damına daş atırdıq, qoy bilə Qarqamel deyil. Damına daş atırdıq da, o damına daş atmışıq, uşaqlar da arxaya baxırlar da. Demək, uşaqlar arxaya baxırlar. Çıxdılar blokdan, çıxan kimi qaçdılar. Maşında. Çıxan kimi qaçdılar. Mən də çıxmışam, qışqırıram ki, hara qaçırsınız. Dönmüşəm bir də görəm Qarqamel düz mənim metrimdədir belə. Oy, bulad, ala. Mən də qoymuşam aşağı belə qaçıram. Oy, Qarqamel! Oy, bulad! Qaç! Gəlir!